Bildiniz yəqin, İlham Əliyev Tofiq Yağubludan şəxsi qisasını almaq şərti ilə onu 9 il həbs cəzasına məhkum etdi. Mən bu məsələ ilə bağlı bütün proses boyu sizə ətraflı məlumat vermişəm və davam edəcəyik əlbəttə. Elə dünən Amnesty International Tofiq Yağublunun həbsi ilə bağlı xüsusi bəyanat yaydı və bu bəyanatda deyilir: Tofiq Yağublunun hökmü Azərbaycanda hökuməti tənqid etməyə cəsarət edənləri susturmaq üçün davam edən kampaniyada daha bir dəhşətli mərhələdir. Onun siyasi motivli ittihamlarla mühakimə olunması lazımi proses narahatlığı ilə nəticələndi. Bu təcrid olunmuş hal deyil. Azərbaycanda siyasi müxalifətə, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı sistematik təzyiqlərin bir hissəsidir. Ölkə hakimiyyəti dərhal və qeyd şərtsiz Tofiq Yağublunu azad etməli və dinc fəallara qarşı amansız təqiblərə son qoymalıdır. Azərbaycanın geosiyasi və iqtisadi maraqları naminə repressiyalarına uzun müddət dözən beynəlxalq ictimaiyyət bu insan hüquqları pozuntularına qarşı qəti və prinsipal mövqe nümayiş etdirməlidir. Mən isə bugün sizə Tofiq Yağublunun məhkəmə çıxışından bir parçanı onun qızı Nigar Həzinin paylaşdığı bir hissəni təqdim etmək istəyirəm. Bu məhkəmə çıxışı gerçək bir qiyamdır, ifşadır. İttiham və bütün siyasi inzibati sistemi darmadağın edən manifestdir. Onun məhkəmə çıxışı çox böyükdür. 150 səhifədən artıqdır. Əgər imkan olsa bütün çıxışı sizə təqdim etməyə çalışacağım, amma hələlik bu bir parçanı dinləyin. Bu ölkədə hakim, prokuror, müstəntiq olmaq üçün şərəfsiz, ləyaqətsiz olmalısan. Ancaq bu yolla o vəzifələrə yüksəlmək olar. Siz deyin, ləyaqətli, şərəfli adamın bu vəzifələrdə nə işi var? İnsan 1000-2000 il yaşamır ki, onun 10-15 ilini həbsxanada keçirməsi o qədər də faciəvi görünməsin. İnsanlarımız ortalama 70-75 il yaşayırlar və bunun da 10-15 ilini təqsirsiz olaraq və şərlənərək həbsdə yaşamasının nə olduğunu anlamaq üçün insanın neandertal səviyyədə olması yetərlidir. Evlərində saxladıqları itin yemək və ya gəzinti vaxtı keçəndə narahat olub ciddi təlaş keçirən bu tiplər suçsuz insanları bir oğru və cinayətkar hakimiyyətin sifarişi ilə uzun illərə azadlıqdan məhrum edirlər. Mən əminəm ki, qanunsuz cəzamı ölməyib çəkib qutara bilsəm və ya bir möcüzə baş versə, bununla azadlığa çıxsam, bu cinayətkar rejim məndən əl çəkməyəcək. Bu dəfə daha ağır cinayətdə, məsələn, adam öldürməkdə ittiham edəcəklər. Onda da belə saxta ibtidai və məhkəmə istintaqı təşkil edib yenidən həbs atacaqlar. Ya da qəzadan zaddan səhnələşdirib özümü öldürəcəklər. Bütün bunlara rəğmən buradan bəyan edirəm. Heç bir cəza, işgəncə, təhdid və s. məni mənsub olduğum demokratik müxalifət düşərgəsindəki əqidadaşlarımla birlikdə Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə ideyalarının qalib gəlməsi, ölkəmizin demokratikləşərək çağdaş demokratik ölkələr sırasına qoşulması uğrunda mübarizədən çəkindirə bilməz. Son sözümün sonunda məhkəmədən tələbimi bildirirəm. Bir daha xatırladıram ki, hamınızın şahidliyinizlə gözünüzün önündə mənə qarşı siyasi sifariş əsasında qaldırılmış bu saxta və tərbiyəsiz ittihamı heç bir şərəfsiz və tərbiyəsizin dana bilməyəcəyi şəkildə ifşa etdim. Hətta hər hansı bir səbəbdən məcbur qalıb bu saxta ittihamı qəbul etsəydim belə, məhkəmənin mənə bəraət verməkdən başqa yolu yoxdur. Çünki müstəntiqin uydurduğu bu saxta cinayət işində mənə bəraət vermək üçün o qədər fakt, sübut, ziddiyyət, alibi və s. var ki, təqsirsizliyimi sübut etmək üçün bugünədək burada təqdim etdiyim sübutlara da ehtiyac qalmır. Sadəcə qərar verənlərdə 0,1% şərəfin olması və o qədər də qanuna hörmət göstərməsi kifayətdir. Sübut etdim ki, hakimiyyət məni şərliyib həbsə atmaq üçün mütəşəkkil dəstə yaradıb, onun üzvlərini təqdim edirəm. 1. Yaqubov Tural Qaraxanoğlu, dövlət ittihamçısı. 2. Cəlili Abdullah Sahiboğlu, müstəntiq. 3. Məmmədov Elnur Vaqifoğlu, təqsirləndirilən, dırnaq arası təqsirləndirilən şəxs. 4. Hüseynov Elşən Cəlaloğlu, dırnaq arası zərər çəkmiş.
5. Hüseynova Sədaqət Elman qızı, şahid. 6. Dadaşov Amil Gündüzoğlu, şahid. 7. Orucov İsa Vüqaroğlu, şahid, polis əməkdaşı. 8. Mustafazadə Fərid Rövşənoğlu, şahid, polis əməkdaşı. 9. Allahverdiyev Rəşad Şaiqoğlu, hal şahidi. 10. Həsənov Elşən Məmmədoğlu, hal şahidi. 11. Məmmədov Ülfət Kamiloğlu, hal şahidi. 12. Nəbiyev Murad Bəxtiyaroğlu, hal şahidi. 13. Vəliyev Hikmət Mübarizoğlu, şahid, polis əməkdaşı. 14. Əsadova Gültəkin Akif qızı, Eneremin hakimi. 15. Kamranov Hafiz Eldaroğlu, Eneremin hakimi. 16. Hidayət Nurəlibəyov, Nərmanov rayon prokuroru. 17. Hüseynov Hamlet İmranoğlu, Nərmanov rayon prokuror köməkçisi. 18. Şirinov Ziya Allahverdioğlu, hakim. 19. İbrahimov Anar Firdovsioğlu, hakim. 20. Məmmədov Murad Akifoğlu, hakim. 21. Əyyubov Fərid İlhamoğlu, o da hakim. Bu insanların hamısı tamamilə suçsuz olduğumu və mənə qarşı qaldırılmış cinayət işinin bütünlükdə saxta olduğunu bilə-bilə şərlənib həbsə atılmağımda konkret cinayət məsuliyyəti yaradacaq şəkildə iştirakçı olublar. Həmin şəxslərə qarşı cinayət məcəlləsinin uyğun maddələri ilə cinayət işi qaldırılmasını, mənə dəymiş maddi və mənəvi ziyana görə dövlətin 1 milyon manat təzminat ödəməsini tələb edirəm. Bu tələbimin tamamilə qanuni və ədalətli olduğuna tam əminəm. Lakin indiki reallıqda bunun heç bir halda mümkün olmayacağının da fərqindəyəm. Çünki Azərbaycan məhkəməsinin ölkədə mövcud siyasi hakimiyyət kimi qeyri-legitim və cinayətkar mahiyyətli olduğunu yaxşı bilirəm. Hakimlər Elnur Nuruyevin, Azər Tağıyevin və Kamran Muxtarovun adlarının yuxarıdakı 21 nəfər cinayətkarın adları arasında olmaması sırf formal, texniki səbəblə bağlıdır. Təbii ki, mənə hökm oxunduqdan sonra onlar da avtomatik olaraq həmin şəxslərin siyahısına daxil olacaqlar. Bununla belə bu tələbimi həm tarix üçün yazıram, həm də inanıram ki, ölkədə hüquqi dövlət qurulduqdan sonra bu tələbim real hüquqi vasitəyə çevriləcək.